Şəmkir rayonu Ayaz Bağırov adına Qaralar kənd tam orta ümumi təhsil məktəbi 1929-cu ildən ibtidai məktəb kimi fəaliyyətə başlayıb. Əvvəlcə ilk olaraq uyğunlaşdırılmış binalarda fəaliyyət göstərib. 1959-cu ildə ilk dəfə məktəb binası tikilib. Sonralar natamam orta, 2004-cü ilin sentyabr ayından isə tam orta məktəb kimi fəaliyyət göstərir. Bu təhsil ocağında 2025-2026-cı tədris ilində 141 nəfər şagird təhsil alıb. Onların təlim-tərbiyəsi ilə 21 nəfər müəllim məşğul olur. Şəmkir rayonu Ayaz Bağırov adına Qaralar kənd tam orta ümumi təhsil məktəbinin cari tədris ilində 13 nəfər məzunu olub. Onlardan 2 nəfər orta ixtisas təhsil müəssisəsinə, 11 nəfər isə ali məktəblərə sənəd verib. Onlar 200-500 arası bal toplayıblar. Hər il olduğu kimi bu ildə nəticələrimiz yüksəkdir. 9-cu siniflər üzrə rayon üzrə birinci yerdəyik. Ortalama balımız, məktəb üzrə ortalama balı 150,1-dir. 11-lərin nəticələrinə görə çox təəssüf ki, ikinci yerdəyik. Orada da 141-dir ortalama balımız. Yüksəkdir, nəticələrimiz yüksəkdir. Hər il yüksək olur. Yəni təkcə bu ildə hər il yüksək olur. İndi məktəbin məqsədi uşaqlara təlim-tərbiyədən əvvəl bir vətəndaş yetişdirməkdir. Əsas odur ki, biz vətəndaş kimi yetişdirək, dövlətə yararlı bir şagird kimi, vətəndaş kimi yetişdirək. Ona görə əsas məni maraqlandıran olardı ki, cəmiyyətə yara olmasınlar da, sağlam bir vətəndaşın formalaşsınlar. Şəmkir rayonu Şöhrət Hüseynov adına Qılınçbəyli kənd tam orta məktəbi 1975-ci ildən fəaliyyət göstərir. 2025-2026-cı tədris ilində təhsil ocağında 230 şagird təhsil alıb. Onların təlim-tərbiyəsi ilə 26 müəllim məşğul olur. Başa çatan tədris ilində 11-ci sinifi 10 şagird bitirib ki, onlardan da 6 nəfəri ali və orta ixtisas təhsil məktəblərinə sənəd verib. Ümumi orta təhsil səviyyəsini sözgedən məktəbdə 27 şagird bitirib. Buraxılış imtahanlarda onlardan 1 nəfər 230, 1 nəfər 229, 1 nəfər isə 205 bal toplayıb. Məktəb şagirdlərinin 87%-i 100-200 bal arası nəticə göstərib. Ümumi təhsilin səviyyəsi bu ildə bizdə yüksək səviyyədə olmuşdur. Davamiyyət gündəlik olaraq izlənilmişdir. Şagirdlərin dərsə davamiyyəti, işçilərin işə davamiyyəti qaydasında olmuşdur. Valideynlərlə mütəmadi görüşlər təşkil olunmuşdur. Valideynlərin iradları, təklifləri daim nəzərə alınmış, iş gedişində tətbiq olunmuşdur, müxtəlif təkliflər. Bununla yanaşı, tək biz təhsil verməklə kifayətlənməmişik, müxtəlif idman tədbirləri, ictimai fəaliyyətlərdə məşğul olmuşuq. Yəni, şagirdlərin normal bugünkü mühitə uyğun, bugünkü çağırışlara uyğun vətəndaş kimi yetişməsi üçün əlimizdən gələni edirik. Şəmkir rayonu Sahib Əliyev adına Ağlavaşlı kənd tam orta ümumi təhsil məktəbi 360 yerlikdir və son tədris ilində 371 şagird burada təhsil alıb. Məktəb 1930-cu ildən fəaliyyət göstərir. 2013-cü ildən yenidən tikilərək müəllim və şagirdlərin istifadəsinə verilib. Təhsil müəssisəsində şagirdlərin təlim-tərbiyəsi ilə 35 nəfər müəllim məşğul olur. Cari tədris ilində məktəbi bitirən 23 nəfər şagirddən 14 nəfəri ali məktəbə sənəd verib. Buraxılış imtahanında məktəbin 5 şagirdi 200-dən çox bal toplayıb. Ən yüksək nəticə 217 bal olub. Bu tədris ilində 11-ci siniflər üzrə orta bal 131 qeydə alınıb. 9-cu sinifdə təhsil alan 30 nəfər şagirddən 9 nəfəri 200-dən artıq bal toplayıb. Ən yüksək nəticə 278 baldır. Məktəb şagirdlərinin 9-cu sinif üzrə orta balı 133-dür. Buraxılış imtahanının nəticələrinə görə rayon üzrə öndə gedən məktəblər sırasında Şəmkir rayonu Sahib Əliyev adına Ağlavaşlı kənd tam orta ümumi təhsil məktəbi də var. Son 3 ilin göstəricilərinə əsasən məktəbin nəticələrində ilbəil artım dinamikası müşahidə olunur. 9 və 11-ci siniflər üzrə ötən ildə olduğu kimi bu ildə müsbət nəticələr əldə eləmişik, uğurlu nəticələr əldə eləmişik. Belə ki, 11-ci sinif üzrə 5 nəfər şagirdimiz 200-dən artıq bal toplamışdı. Eləcə digər şagirdlərimiz də yaxşı nəticələr göstərmişdi. 11-ci sinif üzrə orta balımız hazırda 131 bal olmuşdu. Ötən ilə müqayisədə təxminən 20 bal artım deməkdir bu.
9-cu sinif üzrə də yaxşı nəticələr əldə eləmişik cari tədris ilində. Belə ki, 9-cu sinif üzrə təxminən 30 şagirdimiz imtahan vermişdir. Onların içərisindən 9 nəfər şagirdimiz 200 və 200 üstü bal toplamışdır. Qazax Tovuz Regional Təhsil İdarəsinin tabeliyindəki Şəmkir rayon təhsil sektoru 2025-2026-cı tədris ilini uğurla başa vurur. 9-cu sinif üzrə 3494 nəfər məzun olub. 11-ci sinifi isə 2542 nəfər bitirib. 11-ci sinif üzrə 42 nəfər, 9-cu sinif üzrə isə 93 nəfər fərqlənmə attestatı alıb. 9-cu sinif üzrə 199 nəfər, 11-ci sinif üzrə 296 nəfər 200-dən artıq bal toplayıb. Rayon üzrə 3 nəfər qızıl medala layiq görülüb.